Salam aleyküm, xoş gördük, hörmətli mühasib bələdçi verilişinin izləyiciləri. Bu günləri biz nəhayət ki, uzun bir müddət fasilədən sonra təzədən bir də bu silsiləni davam etdirmək qərarına gəldik. Belə deyək ki, yeni bir sezona başladıq. Və bu günləri biz maraqlı olmaq üçün ilk verilişimizi maliyyə uçotunun imtahanları silsiləsindən, sistemlərindən danışacağıq və bugün bizim proqramımızın mövzusu F3 imtahanlarından olacaq. Bəs yaxşı, F3 nədir? Biz bu günləri verilişimizə keçid etməmişdən qabaq qarşı tərəflə tanış olaq. Yəqin ki, siz onu yaxşı tanıyırsınız. Radil müəllim. Radil müəllimi təqdim etməyə yəqin ki, ehtiyac olmaz. Buyurun Radil müəllim. Xoş gördük Yaqub müəllim, çox sağ olun. Siz demiş uzun fasilədən sonra yenidən mühasib bələdçi verilişində sizinlə bərabər olmaq çox xoşdur. İnşallah bugünkü verilişimiz də həmişəki kimi izləyicilərimiz üçün faydalı olar. Çünki çox maraqlı mövzuya toxundunuz. Əslində yəni bu mühasiblər arasında məşhur bir məsələdir və eyni zamanda HR-lar arasında da çox dildən dilə düşüb. F3, maliyyə uçotu, yəni bu nədir, nə üçün lazımdır? Məncə çox maraqlı olacaq bizim mövzumuz. Bəs yaxşı, F3 haqqında bir qısa bizə bir məlumat verərsiniz. Ümumiyyətlə ki, F3 nədir, onu biz başa düşək və ümumiyyətlə F3 Azərbaycana nə zaman gəlib və necə məşhurlaşıb, bu barədə bir neçə fikir bildirsəz daha maraqlı olar. Bilirsiniz ki, biz Azərbaycanda 2006-cı ildən başlayaraq beynəlxalq mühasibə uçotu standartlarına keçid oldu və bununla bağlı həm Nazirlər Kabineti qərar verdi və ondan sonra artıq silsiləvi ölkəmizdə işlər apardı. Milli mühasibə uçotu standartlarına keçid, sonraki dövrdə bu beynəlxalq maliyyə hesabatı standartları adlandırıldı və təxminən 2006-cı illərdən, belə deyək, 2000-ci illərdən yavaş-yavaş bu beynəlxalq standartlar bir dəbə mindi və ilk olaraq da təbii ki, mühasibə uçotunun bazası olan maliyyə uçotu fənni və bu sahədə təbii ki, məşhurlaşmış iki beynəlxalq təşkilat var. Bunlar qeyri-hökumət təşkilatlardır. Biri ACC, biri isə SIMA və həmin vaxtlar bu da Azərbaycana gəldi və bizdə belə deyək ki, bu sahədə məşhur bəzi müəssisələrin, məsələn, biz öz müəllimlərimiz deyirik onlara, Elşən Rəhimov, ondan sonra Elçin İbadov və s. yoldaşlar, məsələn, ilk vaxtlar Cərbestə və sonra Hedstat və s. bu müəssisələrdə F3 keçilməyə başladı və yavaş-yavaş həqiqətən də bir dəbə mindi və F3 belə deyək ki, elə bir hala gəldi ki, artıq mühasibatlığı F3 ilə tanımağa başladılar. Və o vaxtdan bu yana, bugün belə deyək ki, mühasibatlığı öyrənmək lazımdır və mühasibatlığın hardan başlamaq lazımdır deyəndə həm HR-lar, həm mühasiblər arasında artıq bir dəvdir ki, bəs nə etmək lazımdır? F3-dən başlamaq lazımdır. Və F3 dediyimiz nədir? Qısa bir o barədə deyək. Məsələn, deməli ACC-in 14 dərəcəli bir proqramı var. Hansı ki, bu şəxs, istənilən şəxs burada iştirak edə bilər. Fərq eləmir, ixtisasından asılı olmayaraq, sahəsindən asılı olmayaraq, sən əgər mühasibət sahəsində özünü inkişaf etdirmək istəsənsə, o proqramlara daxil olub ACC-yə illik üzvlük haqqı ödəməklə, hər bir imtahanın xidmət haqqının ücrətini ödəməklə sən artıq o ACC-nin üzvü ola bilirsən, sonra imtahanları verə bilirsən. F3 dediyimiz İngiliscə Financial Accounting, xeyli vaxt ACC də burada öz strategiyasını dəyişdi. FA deyirik, yəni Financial Accounting, F3 bu şəkildə adlanır və qeyd edeyim ki, bəlkə bəzi yoldaşlar bilmir, 2027-ci ildən isə artıq orada F-lərin yerində belə dəyişiklik olacaq. ACC öz strategiyasında Financial Accounting-i artıq birinci mərhələyə gəlir və yeni sistemdə kvalifikasiya istiqamətli adlandırma olacaq. Qualification bu F1-ə çevriləcək. F1 Financial Accounting, sonra Kabir. Bəli, kabir olacaq bu. Yəni F3 kabirin əvəzi olunacaq. Sonra gəlir Management Accounting, sonra Business Law. Bu şəkildə davam edəcək. Kabir, K2, K3. Yəni bax bu şəkildə. Yəni biz 2006-cı ildən bu yana F3 bu şəkildə dildən dilə dolaşdı və bu gün belə də bu şəkildə məşhurlaşdı. Mühasibət uçotunun baza biliyi kimi adlandırılır. Qısa belə məlumat deyə bilərəm. Çox gözəl, çox maraqlı oldu. Bəs yaxşı, F3-ün üstünlükləri nədir? Düzdür, siz bəzi üstünlüklərdən danışdınız. İndi əgər hər hansı bir şəxs F3 əldə edərsə, ona nə üstünlüklər verə bilər? Bu haqda qısa bir məlumat verərdiniz və kimlərə F3 proqramını öyrənməyə tövsiyə edərdiniz? Hansı sahədə işləyən şəxslər, yəni ki, sırf istiqamətlərində F3 imtahanı vermək məsləhət olmalıdır. Maliyyə uçotu dediyimiz Financial Accounting bu gün F3 proqramına biz baxdıqda görürük ki, həqiqətən də çox maraqlı mövzular var. Həqiqətən də bir mühasibi inkişaf etdirəcək çox mühüm mövzular var. Hansı ki, mühasibin məntiqi təfəkkürünü inkişaf elətdirir. Mühasibdə təhlil qabiliyyətlərini artırır. Mühasibin
belə deyək ki, riyazi qabiliyyətlərini inkişaf elətdirən çox mühüm mövzular var. Məsələn, bunun içində bank reconciliation var. Ondan sonra bunun içərisində nəzarət hesabları dediyimiz debitor kreditorları analiz etmək və s. və hətta maliyyə analizlərinə qədər mövzular var. Yəni bir mühasib bu gün F3-ü öyrənsə və bunu həyatına tətbiq eləsə, həqiqətən də yəni iş həyatında çox böyük uğurlar əldə edə bilər və bir şəxsin mühasiblikdən maliyyəçi kimi yetişmək üçün ona çox böyük belə deyək imkanlar verə biləcək, bilik verə biləcək bir proqram deyə düşünürəm. Bir məsələni unutmaq lazım deyil ki, doğrudan da məsələn bir şəxs mühasib olaraq mühasiblikdən əvvəlmi F3-ə başlamaq lazımdır, yoxsa sonra mı? Bax burada təəssüflər olsun ki, bizim tələbələrimiz və bizim istiqamət verən müəllimlərimiz burada bir balaca düzgün istiqamət demirlər. Yəni məsələn siz sual versəniz ki, mən mühasibatlığı öyrənməyə başlamaq istəyirəm. F3-dənmi başlamalıyam, yoxsa başqa yerdən başlamalıyam? Burada artıq mövzu dəyişir. Məsələn, mənə görə F3 proqramı artıq işləyən, çalışan bir mühasib üçün lazımdır. Yəni artıq sən mühasib olaraq fəaliyyət göstərirsən, çalışırsan, yəni belə deyək ki, ölkənin qanunvericiliyinə uyğun olaraq uçot hesabatı apara bilirsən, indi istəyirsən ki, maliyyəçi kimi inkişaf eləyəsən, o zaman F3 proqramı ona faydalı ola bilər. İnanırsınız ki, bu sualı mən sizə vermək istəyirdim, siz məni qarşıladınız. Mən bunu sual verəcəkdim və təəccüblüsü də odur ki, mən də öz təlimlərimdə çox tələbələrlə rastlaşıram və qəribə odur ki, bu kursu bizdə hansı ki, indi birazdan danışacağıq, sual verəcəm. Hansı ki, kursun proqramında tələbələr gəlib mühasibatlıq öyrənməyə və bir baxırsan ki, yeni gələn tələbələrdən müəyyən hissəsi F3 imtahanından keçərək artıq onun sertifikatını alıblar. Amma gəlib işə keçəndə baxırsan ki, çox sadə prosesdə tətbiq edilə biləcək uçot sistemlərini həm bilmirlər, həm də tətbiq etməyi bacarmırlar. Və bu F3 hansı ki, sertifikatını əldə ediblər, onlar üçün işləməyə heç bir halda köməyə deyə bilmir. Odur ki, sizin bu fikirlə tam şəkildə razıyam ki, hətta mən tələbələrə də bunu məsləhət görürəm. Deyirəm ki, siz ilk başlayanda mütləq şəkildə ilk olaraq mühasibatlığı öyrənib, müəyyən bir praktiki bilik əldə edib, müəyyən bir 3 ay, 5 ay işlədikdən sonra artıq F-ləri almağınız daha məsləhət olar. Çünki mənim fikrimcə və bunu daim mən praktikada görürəm, hər hansı bir tələbənin F3 bilərək gedib mühasibatlıq işləməsi, mühasib kimi işləməsi göründüyü kimi alınmır. Mütləq şəkildə ilk növbədə mənim də tövsiyəm odur ki, F3 almaq yaxşı bir fikirdir, amma ilk olaraq birinci mühasibatlığı öyrənərək onu tətbiq etsinlər və ondan sonra artıq maliyyə biliklərini artırmaq lazım gəldikdə F imtahanlarına keçid edə bilərlər və burada da idealı mən düşünürəm ki, F3-dən başlamaq daha məsləhət ola bilər. Tamamilə düz qeyd elə Zaqib müəllim. Deməli, burada çox maraqlı bir nüanslar var. Elə sizin sözünüzə qüvvət olaraq mən də tələbələrə tövsiyə eləyərdim ki, ilk öncə mühasib işləmək istəyən şəxs strategiyasını düzgün qurmalıdır. Yəni o harada işləyəcək? Azərbaycanda bir yerli şirkətdəmi fəaliyyət göstərəcək, yoxsa xarici şirkətlərdəmi? Yəni biz bilirik ki, bu gün ölkəmizdə Big Four-lar var, eyni zamanda Big Ten və s. Bunların hamısının nümayəndəliyi bizdə var. Əgər bir şəxs hədəf olaraq qoyursa ki, xarici şirkətdə işləyəcək, bəli, o zaman F1-dən başlayaraq F2, F3 bu şəkildə təhsil almağında fayda olar. Amma əgər strategiyasında bir müəssisədə yerli bir şirkətdə mühasibatlıqdan başlamaqdırsa və hansı ki, mən ilk öncə bunu tövsiyə eləyərəm. Hətta Big Four-lara getməmişdən qabaq da yenə onlara buna ehtiyac var. O zaman bu strategiyada bunu qoyursa, xaricə getmək deyil, öz ölkəsində fəaliyyət göstərən şirkətdə çalışacaqsa, o zaman F3 biraz daha tez olmuş olar. Çay gəlməmiş, silmənmək deyirik biz ona. Yəni, çünki zaten F3-də də məsələn sadə maliyyə uçotunda praktik biz ona bugünkü gündə mütəxəssis mühasib yetişmə proqramı deyirik. O proqramda da F3-də olan mövzular vardır. Sadəcə olaraq bunların İngilis Azərbaycan dilini tam şəkildə bilmədən sən ilk öncə bunların anlayışlarını İngilis dilində tətbiq etmək və bu biraz bəzən şəxslərə belə deyək daha prestijli gəlir, daha üstün gəlir. Məsələn, tutam ki, dövrə qalx cədvəlinə trial balans demək. Tutaq ki, mühasibat yazılışlarına müxavisə
müqaviləşmələrə accounting entry demək və yaxud da ki, source document, biz sənədlərin hazırlanması. Zaten mərhələlər mühasibatlıqda eyni. Dünyanın hər bir yerində sənəd əsasından başlayıb maliyyə hesabatına bitir. Bunların ingilis dilində ilk anlayışları, ingilis dilində beyni otuzdurmaq, bu sadəcə bəzi şəxslər arasında biraz prestij olaraq belə deyək algılanır və təəssüflər olsun ki, gedirsən praktikada HR amma sualı şəkildə vermir. HR daha praktik suallar verir və ya baş mühasibin qarşısında otursan daha praktik suallarla qarşılaşırsan və müəyyən belə deyək ki, mən adətən bunu belə adlandırıram ki, sən bir evin ilk öncə fundamentini tökmək üçün malzəmələri öyrənmən lazımdır. Yəni ev nədən ibarət? Daşı, qumu, çınqılı. Ondan sonra bünövrə necə tökülür onu bilmən lazımdır. Ondan sonra hörgü, digər işlər, ta sonra damı qurmalısan və bunları etmədən sən birbaşa daha yüksək səviyyəli bilik öyrənərək təhlil məlumatları öyrənsən, əlbəttə biraz tələsmiş olarsan. Yəni EFIS proqramı yaxşı proqramdır, amma sadəcə sıfırdan başlayanlar üçün doğru strategiya deyildir. Və ilk öncə bunu Azərbaycanlı olan bir şəxs sıfırdan başlayaraq öz dilində eyni anlayışları Azərbaycan praktikasına uyğun olaraq maliyyə hesabatının hazırlanmasını bilməsi lazımdır. Sonra bunu vergi sotunda vergi üzrə praktik tətbiqatını öyrənməsi lazımdır. Ölkədə olan sənədləşməni doğru bilməli lazımdır. Ondan sonra tamam mən indi istəyirəm ki, öz kvalifikasiyamı artırım, peşkarlığımı artırım. Ondan sonra tamam yenə ingilis dilisi də yaxşıdırsa, o zaman tövsiyə olunur. Amma bəzən indi biz baxırıq kurslarda da, bizim özümüzdə də bilirsiniz ki, EFIS kursu var. Sadəcə olaraq dəbdir deyə, görürsən ki, heç ingilis dili də yaxşı deyil və mühasibat biliyi də yaxşı deyil və adam kursa gəlir, bilmir ki, ingilis dillə mi düşünsün, yoxsa Azərbaycanla mı düşünsün. O zaman yox, mən HR-lar F3 deyirlər, F3-ə gəlim. Yəni burada mən üzümü HR-lara tutub da onlara tövsiyə edirəm ki, yəni hər kəsin o şəkildə F3 yazmasından dolayı tələbələr həvəsə düşürlər. Elə bilirlər ki, sıfırı bunun F3-dür, amma F3 bunun sıfırı deyil. Hörmətli əziz HR-lar, biləsiniz ki, mühasibatlığın sıfırı F3 kimi görsənsə də, amma reallıqda elə deyil. Düzdür, ACC öz proqramını ilə qurubdur. Financial Accounting deyəndə bu bazı odur. Amma bugünkü biz F3 proqramına baxanda bunu da qeyd edeyim ki, Aqib müəllim. Məsələn, mən 2006-cı ildən F3-ün testlərini, F3-ün proqramlarını izləyən bir şəxsəm. Məsələn, 2006-dan ta 2015-lərə qədər F3-ün proqramında ancaq 50 dənə test olardır. 50 test və bu testlər sadəcə olaraq həqiqətən də fundamental biliklərə aid edirdi. Hətta biz o vaxt 2006-cı ildə mühasibat sotunun əsaslarından, biz ona beynəlxalq mühasibatın əsasları deyirik, təlimlər keçəndə biz hətta baxıb ACC-in F3 proqramına deyirdik ki, bunlar necə ola bilər ki, maliyyə hesabatının hazırlanmasına aid bir məsələ salmırlar. O vaxtdan biz hələ məsələ salırdıq. Praktik olaraq biraz F7-dən götürmüşdük, F3-dən məsələ salırdıq və F3 o zamanlar ancaq 50 testdən ibarət sual qoydu. 1 və 2 ballıq. Sonradan təxminən 2015-ci illərdən başlayaraq, yalnız Azərbaycanda deyil, dünyada F-ləri olan, belə deyək ki, tələbat çoxaldı, F-ləri keçən şəxslərin sayı artdıqca, ACC öz strategiyasında belə bir şey elədi. Deməli, götürdü, F3-ün proqramını çətinləşdirdi. F3 elə çətinləşdi ki, artıq maliyyə hesabatının hazırlanması proqramı da salındı və hətta o şəkildə oldu ki, IFRS-lərdən də mövzular daxil olmağa başladı. Məsələn, biz bugün F3-ə baxanda sanki biz kosmohebese dediyimiz, sanki artıq maliyyə hesabatının beynəlxalq standartına uyğun hesabat hazırlama görürük. Hətta təhlil tərəfdən də görürük və bugün o çətinləşdirilmiş bir versiya gətirib çıxarıldı. Və sıfırdan başlayan bir şəxsin həm mühasibatlığı öyrənsin, eyni zamanda mühasibatlığı ingilis dilində düşünsün. Əlbəttə ki, bu onun üçün çətin olar və onu bitirir müəyyən bir 50 bal, 60 bal, 70 balla bitirir, lap 80 balla bitirsin və istər-istəməz F3-ü bitirən şəxs bir havaya minmiş olur və ona gəlir ki, artıq mən F3 var, hər şeyi bilirəm və gedir rahat-rahat oturur HR-in qabağında, HR mən bilirəm deyir. Sonra da praktik suallara cavab verməyəndə xəyal qırıqlığına uğrayır və düşünür ki, yox, mənim yerim deyil, ancaq xarici şirkətlərə yönəlmiş olur. Amma zamanında düzgün yerdən başlasaydı, yəni biz hər zaman deyirik tələbələr, dəyərli tələbələr, yəni biz F3-ün pis proqram olduğunu demirik. Sadəcə olaraq F3 sıfırdan başlayanlar üçün
tez olan bir proqramdır. Siz ona qədər baza biliklərinizi formalaşdırmalısınız. Burada da o zaman deyirlər ki, bəs onda F1 var, mən birinci F1-ə gedim. F1 də necə gedir? O texnologiyaları, ilkin iqtisadi anlayışlar, tamam, onlar Azərbaycan dilində öyrənsən yaxşıdır. Sən hədəfi Azərbaycanda qoymusansa, niyə bunu Azərbaycan dilində öyrənib praktik öyrənib dərk et, sonra ondan sonra ingilis dilində gedib imtahanı ver, keç. Bəli, bunu öyrən, dərk et, bir praktikasını öyrən, bir müəssisədə stajda ol və inşallah ki, ümid edirəm ki, bu staj məsələsi də gələcəkdə bizdə həll olunar. Şəxslər stajı olmadan, praktikası olmadan və birdən-birə həmən F3-ü bitirdim, mən mühasib olmaq ola bilərəm düşüncəsi. Hətta biz bundan əvvəlki mövzularda bunu müzakirə eləmişik. Bugün bilirsiniz ki, nə qədər PMS sertifikatlı işsiz şəxslər var. Bəli. Hətta tələbədir, universitet bitirir, gedir, MHBS imtahanını verir, keçə bilir maşallah. Niyə? Qabiliyyəti var. Gedir, QOS MHBS-ni verir, qabiliyyəti var. İkincisini də verir, amma gəl praktik bilikləri yoxdur. Biz, məsələn, siz də belə deyək, PMS birdən dərs keçirsiniz. Mən də kifayət qədər çoxlu nə görmüş Aqib müəllim? Çoxlu PMS sertifikatlı, amma mühasibət əsaslarını bilməyən, adi müxavirləşməni bilməyən tələbələrlə qarşılaşmışıq biz. Hətta bir haşiyə çıxım, sözü də kəsirəm. Təlim keçəndə bir də görürsən, tələbə gəlir, F3-ü var. Gəlib oturub, ya PMC var, ya soruşuram ki, siz nə üçün gəlmisiniz? Deyir, müəllim, işdə bir də çətinlik var. Gəlib oturur, kurs gedir. 3 dərs, 5 dərs, 8 dərs. Sonra bir də görürsən, tələbə etiraf edir ki, müəllim, axır ki, mənim F3-də və ya PMC-də imtahan verib keçdiyim, bildiyim, düşündürdüm ki, bilirəm. Olan prosesin mahiyyətini dərk etdim. Çünki altyapısı yox idi. Altyapısı yoxdur, mahiyyətini bilmir. Siz demişdən ingiliscə öyrənib və ya termini öyrənib və ya gedib hansısa sualı cavab vermək qaydasını öyrənib, keçib sertifikatı alıb. Amma bu o demək deyil ki, hələ bu artıq bunu bilir, öyrənib, yəni ki, sabah gedib işdə tətbiq edə biləcək. Və odur ki, sizinlə tam şəkildə razıyam. Bu F imtahanları və PMC imtahanlarına getməmişdən qabaq, mütləq şəkildə baza biliklərini öyrənməlidirlər tələbələr. Mən sizlə qatılıram. Və qatılıram ki, bu bilikləri öyrəndikdən sonra ən yaxşısı hər hansı bir müəssisədə 3 ay, 5 ay, 8 ay bir müəyyən bir praktika əldə etsinlər. Yəni ki, işləməyə başlasınlar. Ondan sonra isə artıq yönəlsinlər hansı istiqamətdə. Siz demişkən F3 və digər PMC imtahanlarına yönəlsələr daha məqsəd uyğun olar. Çox yaxşı olacaq mənim. Təsəvvür edin ki, sizin başınıza gələnin başqa bir versiyasını mən ifadə edeyim. Deməli, MHBS imtahanına hazırlaşan tələbələrim olub. Məsələn, biri deyib 10 il, biri də obsi deyib 15 illik. Bəs təcrübəmi var. Amma bunlar necə eləyiblər? Məsələn, əvvəlki dönəmlərdə də hər zaman mühasibət çotunu öyrənmək deyəndə ancaq DeepIFR və ya IFRS kurslarına iştirak ediblər. İndi artıq vaxtları çatıb ki, indi PMS imtahanını versinlər və bunlarla hazırlaşmışıq, imtahana gedib daxil oldular. Çıxanda nə deyiblər? Çıxanda belə deyiblər ki, Radi müəllim, çoxlu müqaviləşmələr var idi. Yəni, bundan şikayət ediblər. Və mənə çox qəribə gəlir ki, yəni mühasibin əsas belə deyək ki, sükan tutma prosesi və ya maşında necə ki, sürətlər qutusunu idarə etmək necədirsə, sadəcə D-yə keçirmək, nə bilim, arxa qabağa, ona bənzəyən bir şey mühasib üçün müqaviləşmələrdir. Müqaviləşməni yaxşı öyrənməyib də hesabatı yaxşı öyrənmək istəyən mühasiblərin belə deyək məntiqinə çox təəccüb edirəm açığı. Və hətta bəzən həmən mühasibəm 10 ilin 15 ilin mühasibəmi havasından çıxıb da cəmi bircə aylıq maliyyə çotunda müqaviləşmələri öyrənsələr, maliyyə hesabatının hazırlamanın texnikasını yaxşı oturtsalar yerinə, yəni növbəti dönəmlərdə çox problem yaşamazlar. Çox əfsuslar olsun, mən bu öz qrupumda, digər müəllimlərin qrupunda da bəzən tanış olaram, baxıram ki, təbii ki, bu MHBS-dir və şahid edilər, çətinlikdən şahid edilər. Sual verirəm ki, məsələn, bax, sən adət avadanlığı, məsələn, 2 il istifadə olub, yığılan amortisasiya bu qədər, ilkin dəyər bu qədər, bunu satıb silə bilərsənmi? Deyir, eləyə bilmərəm. Deyirəm, ya bu MHBS-yə gəlməmişdən qabaq, sən nə olardı? Bircə ayı sərf eləyərdin, maliyyə çotunu heç olmasa yarısında iştirak eləyərdin. O texnikanı öyrənərdin. Bax, təəssüflər olsun ki, düzgün yanaşma eləmirlər. Ömür boyu olan çörəklərini, o ingilislərin bir məşhur sözü var, deyir, mən varlı deyiləm ki, uduzmalıyam. Hə, ifadə belədir. Varlı, yəni nə mənada? Yəni çox pulum yoxdur. Yəni ki, bir dəfəli bahalı mal alım ki, yəni uduz alsa təkrar alacaq da. İndi yəni biz bəyəm varlı deyilik ki, sən MHBS-yə başla, 3 ay, 4 ay orada sərf elə, amma yenə də altyapıdan xəbərsiz ol, təzdən bir də ehtiyac duy ki, yenidən sıfırdan başlayasan. Bir dəfəli bunun 2 ay yarımı, 2 ay çəksin, 2 ay yarımı, gəl
belə deyək, əsl praktik olan maliyyə çotunda. Ondan sonra F3-ə də get, F7-yə də get. Bu şəkildə, yəni təəssüflər olsun ki, yanlış bir istiqamətlənmə var. Mən düşünürəm ki, bu HR-ların burada təsiri var. Bir də universitetlərdə aparılan yanlış agitasiyanın təsiri var. Tələbə birinci kursa çatanda onlara bir informasiya pompalanması olur. Sən artıq qabiliyyətə maliksən, sən başlamısan F3-dən. Tələbələrimiz var, özünüz görmüsünüz. Nəinki F3 alınmır. F3-ü oxuyub F7-ni öyrənib, yəni, hətta CFO-da oxuyan tələbə var, gəlib bizdə praktik mühasibatlıq öyrənməyə. Ya sən o zaman niyə bu qədər sərf edirsən, bu qədər pulunun düşmənisənmi? Atan bilsə sən, belə deyə, valideynlərin bizə ki, sən pulu səpələyirsən, lazım olmayan demirəm, amma düzgün yerdən başlamamısan. Düzgün yerdə fundamenti qur, üstündə sonra uzun, çox hündürlü mərtəbəli bina tikinə. Bax, bu şəkildə düzgün istiqamətləndirmə olsa, həm universitetlərdə, mən elə özümü tuturam burada universitetin müəllimlərinə, ondan sonra HR-lara ki, doğru istiqamətdən başlaması lazımdır. Azərbaycanlı olan şəxslər əgər ingilis sektorunda bitirməyibsə, Azərbaycan sektorunu oxumusansa, orta məktəbi, universitetdə sən Azərbaycan dilində mühasibə çotunun əsaslarını düzgün şəkildə öyrən. Bunu vergi çotu və uçotun kargüzarlığı deyək, rəsmi hissəsi deyək, bunu tətbiq edən səviyyəyə gəl çıx və bir müəssisədə sən bir kiçik mühasibdən başla işləməyə, ondan sonra get, bəli, mən maliyyəçi mühasib olmaq istəyirəm, F3-ə get. Mən hesabat standartlarının ən yüksək pilləsinə qalxmaq istəyirəm, F7-ni öyrən, SIMA proqramlarını idarə etməyə qatılmaqsan, get bunları öyrən, amma fundamenti quraraq get ki, bax, bunu ciddi şəkildə məncə tələbələrə tövsiyə eləməmiz lazımdır. Çox sağ olun Radim müəllim, çox gözəl izah üçün. Bir dənə də maraqlı sual var. Bəs siz tələbələrə, başlayan tələbələrə nə məsləhət görərdiniz? Amim, əlbəttə ki, biz bir şey danışırıqsa, mütləq onun alternativini tələbələrə təşrif eləməliyik ki, onlar da bilsinlər, tamam, bayaqdan deyirəm F3-dən deyil də daha sıfırdan başlamaq lazım. Bu nədir? Ta 2006-cı ildən bu yana İATM olaraq biz bu məsələdə tədris prosesinin araşdırmasını apardıq. Məsələn, mən özümdə həm F3-ü, F2-ni və F7-ni araşdırdım və baxdım ki, bir kiçik mühasibin praktikada işə başlaması üçün F3-dən filan mövzulara ehtiyac var. Məsələn, bir neçə mövzu var ki, F3-də o Azərbaycanda ehtiyac yoxdur, hansı ki onu keçirir. Məsələn, bunun içərisində tutam ki, bank reconciliation-dir və buna bənzər daha çətin mövzular. Bunu oradan çıxartdıq. Baxdıq ki, bir mühasibə lazımdır, müəyyən qədər pul vəsaitinin hərəkətini bilməlidir. Hansı ki, bu F3-də yox, F7-də var. Müəyyən qədər məzənnələrin çoxunu bilməlidir. Bu F7-də var, oradan bunu gətirdik. Və F2-dən istehsalat məsrəflərinin çoxu. Bir kiçik mühasib bəlkə qapı sexində işləyir, ona ehtiyac var. F2-dən onu toplayaraq və bir alternativ proqram qurduq. Bu proqrama biz maliyyə çotu deyirik, amma baxmayaraq ki, bu idarəetmə çotundan və F7 MBC-dən vardır. Bunu siz də yaxşı bilirsiniz və bu proqramı ta 2009-cu ildən başlayaraq İATM qurulandan bu proqramı təkmilləşdirə bugün 2026-cı versiyasına gəlib çıxmışıq və ümumən proqram 3 hissədən ibarətdir. Maliyyə çotu hissəsində dediyim mövzuları əhatə eləməklə və biz buna mütəxəssis mühasibə yetişmə proqramı deyirik. Maliyyə çotu arxasınca praktikada vergi çotunun tətbiq olunacaq mövzuları, bunun ard-arda bir-birini tamamlayan vergi çotunu keçirik, hansı ki vergi və sosial ödənişlərin çotu deyirik və arxasınca isə bunu praktikada tətbiq etmək üçün bir müəssisədə kassanın qeydiyyatından tutmuş, ta müəssisənin ləğvinə də prosesləri əhatə edəcək, rəsmi mühasibatlıq sənədləşmə müəssisəsini əhatə edəcək bir proqram qurmuşuq. Bu mütəxəssis mühasibə yetişmə proqramıdır ki, hansı ki bunu hər il təkmilləşdiririk. Praktikada rast gəlməyən mövzuları çıxardırıq. Baxmayaraq ki, biz də əvvəl F-ləri özü bilirsiniz, tətbiq edirdik orada olan mövzuları. Məsələn, getdikcə artıq, məsələn, deyək, qiymətlərin göstərilər mövzusu. Bu, bugün praktikada heç bir konsulting tətbiq eləmir. Və yaxud da ki, buna bənzər siz də əlavələriniz eləyə bilərsiniz. Yəni, bu mövzuları çıxardırıq, deyirik, bəli, siz bunları PMS-də öyrənsəz yaxşıdır. Və bundan başqa bilirsiniz ki, artıq növbəti mərhələdə bir mühasib inkişaf eləmək üçün aparıcı mühasib proqramımız var. O proqram üzərində hazırlaş deyirik ki, bəli, işləyən mühasibi artıq kiçik mühasibdən necə aparıcı səviyyəsini çatdırmaq olur, necə baş mühasibin müavini, mühasibatlığa və bununla bağlı da ayrıca proqramlarımız var. Bəli, PMS üçün də ayrıca proqramlarımız var. Odur ki, mən tövsiyəm bu olar ki, alternativ qoyduğumuz maliyyə çotu, amma daha sadə formada əsas hədəf
müxaviləşmələri yaxşı öyrənmək və hesabat hazırlamağı vərdiş halına gətirən bir proqram qoymaq lazımdır ortaya. F3 bunu eləyə bilmir, çünki F3-də hədəf o deyil. F3-də hədəf səndə məntiq formalaşdırsın. Bu günləri F3-ü bitirənlərin %99-u müxaviləşmələrə çətinlik çəkir. Evet. Və müxaviləşmənin məntiqini bilə bilmir. Amma biz burada onu öyrədirik. Həmin dediyimiz alternativ proqram odur ki, bəli, bizim bu proqramımıza alternativ başqa kurslar varsa, tövsiyə edirəm, məsələn, illa demirəm ki, bizim kursumuza gəlsin, araşdırsınlar, baxsınlar. Doğrudan da səni praktik mühasib eləyə biləcək bir mühasibat proqramı varsa, ona getsin tələbə və ondan sonra F-lərə getsə və o bizə ömür boyu təşəkkür eləyər deyə düşünürəm. Çox sağ olun Radim müəllim. Allah köməyiniz olsun. Çox gözəl, ətraflı, maraqlı bir söhbətlər etdiniz, bizə izah etdiniz və bu günləri yoldaşlar bizim beləliklə bugünkü silsilə verilişimizin növbəti bir hissəsi də başa çatmış oldu. Ümid edirik ki, sizin üçün çox maraqlı oldu və biz bu silsilə verilişləri yenə mütəmadi davam etdirmək fikrindəyik. İnşallah növbəti verilişimizdə görüşərik. Sağ olun.